ayın 27-sində əməliyyat elədiyimiz Lətifə xanım, deməli, sağ tərəfli qasıq yırtığı ilə bizə müraciət eləmişdi. Açıq ürək əməliyyatı keçirdikdir, çox yerdə qəbul eləməyiblər. Ancaq biz bütün tibbi müayinələrdən keçirdik, kardioqrama, eko, rentgen, bütün analizləri yoxlayandan sonra və qərar verdik əməliyyat eləməyə. Dünənləri əməliyyat eləmişik və dünən il axşam üstündən də başlayıb gəzməyə. Hər şey yaxşıdır. Buyur, özün danış. Lətifə xanım, nətərinizdir? Necə oldu, bura gəldiniz? Mən biraz həyəcanlı idim əməliyyata girməyə. Çünki ağır açıq ürək əməliyyatında olmuşdum. Ona görə də çox həyəcanlı idim. Amma Adil doktorun işidən kimi sevindim ki, belə bir həkimimiz var. Və gəldim, çox gözəl əməliyyatım keçdi. İndi hal-hazırda çox gözələm, yeriyirəm. Hələ bir süt olmayıb amma mən sərbəst yeriyirəm, ağrılarım yoxdur. Allah ondan razı qalsın, əlləri var olsun. Sağ ol. Şəfa verən əlləri hər zaman var olsun. Sağ ol.